Verilişimizin bu sayında sizə bir qadının əxlaqını və bir kişinin isə insanlığını nə qədər itirə biləcəyini göstərəcəyik. Dırnaqarası qəhrəmanlarımızdan olan Jalə işdə olan ərini aldadaraq hər səhər başqa kişinin evinə gedir, axşama qədər onunla yaşayır, axşam isə əri işdən qayıtmamış evinə dönür. Daha sonra isə ərinə həmin kişini atasının qohumu kimi təqdim edərək evlərinin bir otağını həmin adama, yəni məşuquna kirayə verməyi məsləhət bilir. Ərini elə ofsunlayır ki, kişi də onunla razılaşır və evinin bir otağını arvadının sevgilisinə kirayəyə verir. Qadın bundan sonra elə öz evində həm əri, həm də məşuqu ilə yaşamağa başlayır. Bu arzu olunmaz məhəbbət üçbucağı isə təəssüf ki, dəhşətli bir sonluqla bitir. Ona görə təəssüf ki, işin üstü açılanda qurbanlar arasında onların uşaqları da olur. Başlayaq. Ələsgər Ələkbərovun bəlkə də ən böyük səhvi 3 övladını və ilk həyat yoldaşını atıb tanımadığı Jalə adlı bir qadınla ailə qurması olur. Ancaq biz bu işə qarışa bilmərik. Çünki hər gün yüzlərlə boşanma baş verir və yüzlərlə də yeni evliliklər yaranır. Onların heç birinin sonu belə bitmir. Ələsgər öz həyat yoldaşından boşanıb Jalə ilə evləndikdən sonra Buzovna qəsəbəsi Nəriman Əliyev küçəsi 5 ünvanında fərdi ev tikir və onlar orada yaşamağa başlayırlar. Bu nikahdan bir qızı və bir oğulları dünyaya gəlir. Uzun illər ailə həyatları sabit tərzdə öz axarı ilə gedir. Daha doğrusu, Ələsgərin arvadının əməllərindən xəbərsiz olması bu ailənin problemsiz yaşamağına səbəb olur. Son vaxtlar Ələsgər arvadının ona xəyanət eləməsindən şübhələnməyə başlayır. Lakin bu şübhələr insanın gözünə batsa da, nədənsə Ələsgər həmin şübhələri içində həqiqətə çevirə bilmir. Şübhələr isə belə başlayır. 2008-ci ilin avqustunda oğlu tapdığı körpü olan zaman Jalə mobil telefonla ona zəng edərək Rafiq adlı şəxslə Primorski qəsəbəsində olarkən, yəni sahil qəsəbəsində olarkən avtomobil qəzasına düşdüklərini və maşının Salyan rayonunda qeydiyyatda olduğu üçün onların da hazırda həmin rayona aparıldıqlarını deyir. Məhz bundan sonra Ələsgər Ələkbərovda əminlik yaranır ki, yoldaşı onu aldadır. Bundan sonra Jalə telefonu söndürür. Sabahı gün Ələsgər polisə gedir. Jalənin qəzaya uğradığı deyilən maşın axtarışa verilir və bəlli olur ki, həmin maşın qəzaya düşməyib və hazırda Salyan rayonundadır. Ələsgər polis bölməsində olarkən ona zəng gəlir. Jalə yalanlarına davam etdiyi anda Rafiq telefonu polisə verir. Jalə telefonun polisdə olduğunu anlayan kimi zəngi sona çatdırır. Daha sonra Jalə gecə 2 dəfə ərinə zəng edir. Əvvəlcə Əli Bayramlıda olduğunu, yolda qaldığını deyir. Daha sonra isə Salyanda olduğunu bildirir. Sonuncu zəngində isə yenidən Əli Bayramlıda yolun ortasında qaldığını bildirərək ərindən onu gəlib aparmasını xahiş edir. Ələsgər də gecə gedib arvadını Əli Bayramlıdan gətirir. İnanılmaz hadisələr barədə isə indi eşidəcəksiniz. Sən demə, bütün bu müddət boyunca Jalə hər gün ərini işə yola saldıqdan sonra evdə qalmır. Gündüzlər uşaqları da götürür, Rafiqin, yəni məşuqunun kirayə qaldığı evə gedir, onunla yaşayır. Əri Ələsgərin evə qayıdacağı saat yaxınlaşanda isə yenidən evinə dönür. Beləliklə Jalə uzun müddət gündüzlər Rafiqin, gecələr isə Ələsgərin arvadı rolunda yaşayır. Şahid qismində dindirilmiş Elman adlı şəxs bildirir ki, özü Buzovna qəsəbəsində yaşayıb və evindəki otaqlardan birini kirayəyə Rafiq Hadıyevə verib. Onun sözlərinə görə Rafiq yanında olan qadını həyat yoldaşı kimi təqdim edib və həmin qadının adı Jalə olub. Şahid onu da deyib ki, Rafiqin sarı bir Jiguli maşını olub və o hər səhər Jaləni gətirib, axşam isə aparırmış. Bir gün bunun səbəbini soruşanda deyib ki, gecələr qadın atası evində qalır.
Onların bir uşağı da olub, qız uşağı. Rafiqin həmin uşağa ata kimi davrandığı qeyd olunur və ona qızım deyə çağırırmış. Daha sonra onların bir oğlu da dünyaya gəlib. Bu, təbii ki, şahid Elmanın nitqindəndir. Şahid bütün bu proses boyu elə bilib ki, Jalə Rafiqin arvadıdır. Elman onu da qeyd edir ki, onların qızı dərslərini çox yaxşı oxuyur. Bütün qiymətləri 5 imiş. Hətta qonşular da həmin qızın zəkasına heyran qalırmış. Onlar qızlarını məktəbdən götürür, evdə yemək bişirir, mehriban yaşayırlarmış. Uşaqlar da, yəni sonradan doğulan oğlan uşağı da Rafiqə ata deyirmiş. Jalə beləcə ərindən xəbərsiz başqa bir ailə qurur və ikili həyatını yaşayır. Daha sonra isə bu gediş-gəlişlərdən yorulduğuna görə təzə plan qurur. Bir müddətdən sonra Jalə yoldaşına Rafiq adlı şəxsin güya atası tərəfdən qohum olduğunu deyir. Onunla heç bir əlaqəsinin olmadığına and içir. Ələsgəri aldatmağın rahat olduğunu görən Jalə xəyanətinin dərəcəsini, formasını günü-gündən artırmağa başlayır. Artıq həyatını bir serial kimi yaşamağa başlayır. Ərinə hər gün Rafiqdən danışır, onun işinin olmaması, kirayə şəraitinin çətinliyini, kirayə pulunu verə bilmədiyini deyir. Daha sonra Ələsgərdən xahiş edir ki, Rafiqin imkanı olmadığı üçün onların evində kiraya qalsın və uşağı məktəbə aparıb gətirsin maşınla. Yəni bəhanə kimi bunu qeyd edir. Jalə Ələsgəri buna da inandırır. Beləliklə qadın artıq zəhmət çəkib Rafiqin kiraya qaldığı evə getmir, Rafiqi ərinin də razılığı ilə evinə gətirir. Ərinin xəbəri olmadan münasibətlərini bir evdə davam etdirirlər. Eyni evdə əri və məşuqu ilə yaşamağa başlayır. Bu üçlüyə məhəbbət üçbucağı demək olmaz. Olsa da bu körbucaqlı üçbucaqdır. Çünki burada bucaqlardan biri həqiqətən də kördür və arvadın ona öz evində bir kişi ilə xəyanət etdiyini yenə də anlamır. Ta ki 2009-cu ilin avqustun 20-si olur. Əziz tamaşaçılar, Azərbaycan tarixində atılmış 5 ən yanlış addım kitabı artıq yenidən nəşr olunub və bizdən bu kitabı soruşan şəxslərə, tamaşaçılara özümüzü tutaraq kitabı yenidən təqdim edirik. Qeyd edək ki, kitabda Azərbaycanı rəhbərlik etmiş şəxslərin, hökmdarların buraxdığı səhvlərdən danışılır. Bu səhvlər olmasaydı, yəqin ki, bizim bugünkü həyatımız tamam başqa olacaqdı. Kitabı almaq istəyən şəxslər aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. Gecə saat 3 radələrində işdən sərxoş vəziyyətdə evə qayıdan Ələsgər Ələkbərov Jalənin uşaqlarla birlikdə öz otaqlarında, Rafiqi isə digər otaqda yatan görür. Yəni ifadəsində belə deyir, bəlkə də onları bir yerdə tutur. O yataq dəstini götürərək həyətə çıxır və qapının yanında yatır. Ələsgər iddia edir ki, səhər Rafiq evdən çıxıb getdikdən sonra Jalə ona həyətdəki yardımçı tikilinin nə vaxt başa çatdırılacağını soruşur və bununla bağlı irad tutur. Ələsgər yorğun olduğunu deyəndə Jalə onun birinci arvadından olan uşaqlarını və valideynlərini təhqir edir. Daha sonra hamam otağına keçir. Yəni bunlar Ələsgərin iddialarıdır. Ələsgər bıçağı götürərək hamama girir və qapını bağlayır. Jalənin qarın nahiyəsinə bıçaqla 2 zərbə endirir. Qadın bir daha belə sözlər deməyəcəyini deyir və ona yalvarmağa başlayır. Lakin Ələkbərov buna baxmayaraq ardıcıl zərbələr endirməyə davam edir. Bu vaxta qədər arvadının etdiklərinə heyrətamiz, dırnaqarası, yəni heyrətamiz halda dözən Ələsgər həmin gün bütün insanlığını itirərək arvadından sonra uşaqlarına keçir. Çox güman ki, uşaqlarının özündən yox, Rafiqdən olduğunu düşünərək, hərçənd bunu etiraf eləmir, onları evə çağırır və qızına 4, oğluna 3 bıçaq zərbəsi vuraraq onları da öldürür. Daha sonra qardaşına zəng edərək hadisə barədə məlumat verir. Gənclik metro stansiyasının yanında görüşərkən qardaşı ora birinci arvadından olan uşaqlarını da gətirir. Onlarla görüşdükdən sonra Ələsgər yaxınlıqda yerləşən Nərimanov rayon 16-cı polis bölməsinə gedir və hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verir. Məhkəmədə Jalənin qardaşları Ələsgərdən şikayətçi olmadıqlarını bildiriblər.
bacılarının ərini aldatdığını və aldadan qadının da taleyinin belə olacağını qəbul etdiklərini deyirlər. Lakin uşaqları öldürdüyü üçün Ələsgəri bağışlamadıqlarını da deyirlər. Məhkəmənin gedişatında əsas şahidlərdən biri hesab olunan məşuq Rafiq Hadıyevin prosesə məcburi gətirilməsi təmin olunmayıb. Dəfələrlə bu məsələ qaldırılsa da, onun yaşadığı ünvan müəyyən edilə bilməyib. Ələsgər isə uşaqları niyə öldürdüyünü özünün də anlamadığını deyərək müxtəlif emosiyalar edib və güya həmin vaxt özündə olmadığını, affekt vəziyyətdə olduğunu diqqətə çatdırmaq istəyib. Müşavirədən sonra qərara gəlinib ki, Ələkbərov barəsində təkrar psixiatriya ekspertizası təyin olunsun. Proses qeyri-müəyyən vaxta qədər təxirə salınır. Daha sonra təxminən bir il sonra, yəni 2009-cu ilin son günlərində məhkəmə araşdırması davam etdirilir. Təkrar ekspertizanın rəyi göstərir ki, Ələkbərov iddia olunan əməl barədə affekt vəziyyətdə olmayıb və anlaqlı hesab olunub. 2010-cu ilin dekabrın 29-da məhkəmənin qərarı ilə qəsdən adam öldürmənin 4 bəndi üzrə təqsirli bilinən 1957-ci il təvəllüdlü Ələsgər Ələkbərov ömürlük azadlıqdan məhrum edilir.